Paytaxtın Xəzər rayonunda daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərər çəkənin 21.100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Doğru Xəbər Azərbaycan bildirir ki, Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərər çəkən etibarından sui-istifadə edərək onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı Xəzər rayon polis idarəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru, makler kimi tanınıb. Marneoli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yüksək sürətlə hərəkət edən avtomobil 10 yaşlı Azərbaycanlı Eldar Hüseynovu vuraraq öldürüb. Doğru Xəbər Azərbaycan Gürcü kütləvi informasiya vasitələrinin istinadən xəbər verir ki, hadisədən sonra Marneolda yerləşən Aversi klinikasının önündə və şəhərin 26 may ərazisində gərginlik yaşanıb. Mərhumun yaxınları uşağın meyidinin ailəyə məlumat verilmədən xəstəxanadan çıxarılaraq ekspertizaya aparılmasına ciddi etiraz ediblər. Daxili İşlər Nazirliyindən bildirilib ki, ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanılıb. Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən yaşayış binasında güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 50 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxində dolab və soba yanıb. Yanğınsöndürənlər tərəfindən mənzil sahibi 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyidi blokun girişində aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından tam mühafizə olunub deyə məlumatda qeyd olunub. Yevlaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Doğru Xəbər Azərbaycanın məlumatına görə hadisə rayonun Kövər kəndində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Tovuzda da qəza baş verib. Hadisə rayonun Dondarquşlu kəndində qeydə alınıb. Mercedes markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Qəzada xəsarət alanların kimliyi müəyyənləşib. Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əlioğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.